La havlə və la quvvətə illə billah ümumiyyətlə uca Allahın gücünə, qüdrətinə dəlalət edən zikirdir. Düzdür, bizim dilimizdə tərcümə edəndə tam mənasını vermir. Bizdə tərcümə olunur ki, güc, qüdrət sahibi yalnız Allahdan. Amma əslində nə deməkdir o? La havlə və la quvvətə. La havl nə deməkdir? Yəni, ey Rəbbim, sən müvəffəq etməsən, halım dəyişməz. Sən müvəffəq etməsən, namaza belə gedə bilmərəm. Sən müvəffəq etməsən, oruç tuta bilmərəm. Sən müvəffəq etməsən, sən yardım etməsən, xəstəlikdən sağlamlığa doğru halım dəyişməz. Yəni, fağırlıqdan zənginliyə halım dəyişməz. Çətinlikdən rahatlığa halım dəyişməz. Hər bir şeydə, yəni, sənə sığınmışam. Sən güc verməsən, heç bunları yerinə də yetirə bilmərəm. Ona görə də bu o qədər möhtəşəm bir zikirdir ki, baxın, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem 15-dən çox sahabəyə bunu tövsiyə edir. Baxın, həmçinin nə zaman tövsiyə edir? Məkkə dönəmində yox. Məkkə dönəmində çətinlik dövrü, Qureyşin, Məkkə əhlinin onlara əziyyəti var. Yox, Mədinədə tövsiyə edir. Ən güclü dönəmində tövsiyə edir. Bədir döyüşündən çıxıblar, Xəndək döyüşündən çıxıblar. Güclüdülər. Deyir ki, çoxaldı. Nəyə görə? Yəni, mən də siz kimi bəşərəm. Mən də bir gün dünyadan köçəcəm, Allaha güvənin. Və üstəlik nəinki təkəbbürlü. Yəni, bu zikrə deyirlər ki, kəlimətül isti'anə. Allah Taala'dan yardım diləmə kəlməsi. Yəni, bu kəlməni demək yetərlidir. Hər insan öz işində. Müxtəlifdir hər kəsin işi. Deyirlər kəlimətül isti'anə. Yəni, Allah Taala'dan yardım diləmə kəlməsi və bütün işləri uca Allaha həvalə etmə kəlməsi. Yəni, deyirsən ki, ey Rəbbim, mənim gücüm yoxdur, acizəm, fağıram. Yəni, bu kəlmə acizliyi etiraf edirsən. Yəni, mən fağıram, acizəm, imkansızam, qüsurluyam, sən mənə yardım elə. Hər bir işlə.